bugün motorlu konstruktor düzəldirəm və içində çoxlu maraqlı şeylər var. Gəlin baxaq. Kitabına baxaq, görək nə var. Burada vakuum təmizləyən var. Onunla toplar təmizləmək olar balaca. Qutunun özündə var. Başlayaq. Birinci bloku götürək, keçək. Bu vakuum balaca vakuum təmizləyən, hər şeyi təmizləyənmir. Ancaq bu qutunun içində toplar var. Onlarla nə lazım olsa, yəni istədiyiniz yerə topları töküb onları təmizləyə bilərsiniz. Birinci taxtanı götürürsünüz və sonra içinə motoru salırsınız. Kitabında yazıldığı qaydalarla gedirik və düzəldirik. Maraqlı işdir. Biraz dağıldı. Amma keçək. Bunu biraz sıxaq. Mənim özümə maraqlı gəlir. Şey yapılır. Bunu götürürük. Ve bunun içine salırıq, bu deşikdən keçiririk. Girdi. İndi təzədən qaytaraq yerinə. Sonra isə bu local switch'i götürürük və birləşdiririk motorun toku ilə. Taxdıq və local switch'in o birisi hissəsini taxaq bataryaya. Hər şey hazırdır. Toplarımızı çıxardıq. Bunlar toplarımız. İndi buranı belə çəkək və topları tökək. Toplarımızı tökək və görək ki, tostlarımız işləyir. Altında deşiği var. Ona görə toplar düşə bilər. Yandıraq. Toplar girir. Ama biraz ilişir. Nasıl harap oldu?
yakın top arasında ilişip çıxardıq. Taxaq. Çox vaxt alır. İşte top getdi. Evet, şimdi işte. Bu ilişir çünkü bu toplar sade tostlarında yeri olur ki zibillər içine dolur. Ona göre bunun eyni bu formadadır, amma bütün zibillər gedir. Mesela bu topları onun yerine koysak eyni olacak. Amma bir tane torba kimi bir şey olsa eyni tostların olacak. Çünkü tostların içinde olmasa o torba tostların yanabilir. Ve belə maraqlıdır. Tostların işləməyi bu formadadır. Belədir. Amma tostların içine çəkdiyi zibilləri məsələn bu yer uzun olmalıdır və onun qabağında bir dənə torba kimi bir şey olmalıdır ki bu fırlanan şey onun gələndə məsələn ilişsə yana bilər tostoran. Amma bizdə o qədər texnika yoxdur deyə bizdə girir. Amma içinə heç nə olmur. Və belə maraqlı işlər gördük. Kanalımıza abunə olun və like qoyun. Biz sizin üçün çoxlu maraqlı eksperimentlər eləyəcəyik. Sağ olun.